Artıq bir ilə yaxındır Qusar rayonunda fəaliyyət göstərən Ranço Ailəvi İstirahət Mərkəzi bugün özünün şəxsi təşəbbüsü ilə Qusar rayonundan olan 44 günlük vətən müharibəsində şəhid olan qəhrəman oğullarımızın övladlarını Ranço ailəsinə qonaq dəvət etdi. İlk öncə qonaqlar Ranço tərəfindən onlar üçün ayrılmış xüsusi iri tutumlu nəqliyyat vasitəsilə istirahət məkanına gəldilər. Rayonun mərkəzindən 3 kilometr aralıda Qayakənd kəndinin ərazisində təbiətlə harmoniyanı təşkil edən Ranço İlk öncə fidan balları üçün kvadratsikl və atla gəzinti üçün şərait yaratdı. İstirahət mərkəzində uşaqlar üçün yaradılmış əyləncə ərazisində şəhid övladları əyləndilər. Kızım hara aparırsan onu? Sonda Rançonun balaca qonaqları üçün iftar süfrəsi açıldı. F Production olaraq bu humanist addımına görə Ranço ailəsinə təşəkkürümü bildirirəm. Firuz Qayıtmazov, F Production, Qusar.